Siyasi təhlilçilər müharibə və münaqişəli vəziyyətlər arasında həmişə paralellər, analogiyalar axtarırlar. Nəyə görə? Çünki onlara lazım olan detallardır, xüsusi, spesifik məqamlardır ki, onları bir ipucu kimi istifadə etsinlər və lazım gələndə qarşı durmaların qarşısını alsınlar. Bax, bu günləri bu məqamlara biz studiyamızın qonaqları, Milli Məclisin deputatları Azay Quliyev, Kəmran Bayramov və siyasi şərhçi Sahidin Hüseynovun iştirakı ilə münasibət bildirəcəyik. Bu üçlük arasındakı münasibətlərdə daha çox diqqəti çəkən nədir? Məhz müharibənin sona çatma məsələsi kontekstində. Çox sağ olun Tofiq müəllim, dəvətə görə minnətdaram. Əlbəttə, haqqında danışdığımız müharibə, münaqişə, adını necə qoyuqsa qoyaq, 20-ci əsrin ən mürəkkəb bir münaqişəsidir. 21-ci əsrin. 21-ci əsrin, bəli. Və bunun da həlli istiqamətində dediyiniz kimi indiyə qədər atılan addımlar göründüyü kimi heç bir nəticə verməyib. Nəticə verməməsinin səbəbi nədir? Çünki tərəflərin qoyduğu tələblər maksimalist tələblərdir. Məsələn, Rusiya tələb edir ki, tutduğu ərazilər legitimləşdirilsin. Təbii ki, söhbət hələ Krımdan getmir, 4 ərazi regiondan gedir. Hər hansı bir formada Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətdən söhbət getmir. Onun suverenliyi bu və digər formada məhdudlaşmalıdır. NATO-ya üzv ola bilməz. Təklif var ki, onun hətta ordu sayı 200 mindən yuxarı olmamalıdır və s. Belə olan halda Avropada Ukraynanın da bu məsələdə mövqeyi birmənalı şəkildə Rusiyanın mövqeyindən fərqlənir və bu da təbii ki, qəbul olunanda başa düşüləndir. İndi ABŞ-ın gündəliyi biraz fərqlidir. ABŞ bugün bilirsiniz ki, ABŞ-ın prezidenti bütün imkanlarını səfərbər edib ki, nəhayət sülhə nail olsun və görsənən budur ki, bir çox ekspertlər düşünür ki, Prezident Trump üçün fərqi yoxdur. Hansı formatda yaxud da hansı məzmunda sülhə imza atılacaq, əsas sülh başlayır. Amma reallıq isə bunu təbii ki, tam olaraq qəbul etmir. Niyə qəbul etmir? Ona görə ki, birinci, təbii ki, biz indi insan deməli, beynəlxalq hüquq normalarından yaxud da bugün qəbul olunan ümumi qərarlardan danışmırıq. O artıq gülünc obyektinə çevrildi. Beynəlxalq hüquq normalları, ərazi bütövlüyünün qorunması və s. Amma buna baxmayaraq, bugün həm də bundan başqa bizim təhlükəsizlik arxitekturamız da yoxdur. Yəni, bugün beynəlxalq hüquq normalları, ərazi bütövlüyü, suverenliyi bu vəziyyət formada qorunmalıdır. Bilirsiniz ki, ABŞ-ın son vaxtda verdiyi bəyanatlarda bir dəfə də olsun Ukrayna ərazi bütövlüyü, suverenliyi məsələsi qeyd olunmur. Bu artıq bizim üçün bir reallıqdır. Amma gəlin indiki vəziyyəti biraz diqqətlə araşdıraq. Bilirsiniz ki, Zelenskinin davranışında son vaxtda fərqli bir taktika müşahidə olunmaqdadır. Əgər fevral ayı görüşündə Ağ Evdə etdiyi deməli, çıxışda daha sərt idisə, daha birbaşa məsələ qoyuldusa, indi o taktikadan geri çəkilibdir. ABŞ-ın verdiyi təklifləri açıq şəkildə deməli, rədd etmir, amma eyni şəkildə qəbul etmir. Və ABŞ-ın irəli sürdüyü təkliflər sonradan bir neçə istiqamətdə dəyişdirildi. İndi son variant hələ ki, tam olaraq ictimaiyyətə açıqlanmayıb. Biz ki, əsas orada açan nöqtə ərazi güzəştlərinin olub-olmayacağıdır. Ərazi güzəşləri bir məsələdir. İkinci məsələ Ukraynaya verilən təhlükəsizlik zəmanəti. Üçüncü, Ukraynanın ordusunun sayı. Dördüncü, NATO-ya münasibət. Beşinci, Avropa İttifaqına üzvlük. Altıncı, Ukraynanın post-müharibə dövründə deməli, yenidən bərpa məsələlər və s. Bu paketdə olan əsas məsələlərdir. O detallar digər məsələlər qoyaq bir kənara. Amma gəlinən nöqtə budur ki, artıq bu məsələlər heç birində razılıq əldə olunmayıb, xüsusilə ərazi məsələsində. Düz istəyirəm sizdən çox artıq dərəcədə, Azay müəllim, elə sizin sözlərinizə mən istinad eləmək istəyirəm. Siz ki, ağırlı məsələdir ərazi məsələsi və ərazi güzəştləri ifadəsini siz işlətdiniz. Onun altında biz nəyi nəzərdə tuturuq? Yəni, kimsə kiməsə bəxşiş eləməlidir, kimsə kiməsə bir güzəşt etməlidir ya, yəni müharibədirsə, orada mənə elə gəlir, ərazi ətrafında güzəşt ola bilməz. Bəli, məsələ burasındadır ki, bəli, bu ən ağırlı nöqtə məsələ ərazi məsələsidir və Rusiya tələb edir ki, mən tutduğum əraziləri, hətta qaytarmayacaq, mən orada referendum keçirmişəm, orada Rusiya birləşdirmişəm, söhbət hələ Krımdan getmir, 4 həmin o bölgədən gedir. Əlbəttə, bu birbaşa dünya praktikasından və beynəlxalq hüquq vəziyyətidir və bunu Avropa qəbul etmir və edə də bilməz. Ukrayna xüsusilə bunu qəbul edə bilməz. Və bir şey biz bilməliyik ki, hətta Zelenski istəsə bunu qəbul etmək, bunun hüquqi bir mexanizmi yoxdur. Ukraynanın konstitusiyasının 73-cü maddəsinə əsasən hər hansı bir ərazi güzəşti, yaxud da
sərhədlərin dəyişdirilməsi mütləq şəkildə ümumi Ukrayna səviyyəsində keçirilən referendumla müəyyənləşə bilər. Hətta bu gün Zelenski məcbur etsələr, biz bu məsələyə qayıdacağıq. Həmin hər hansı bir anlaşmaya imza atsa belə, bu qeyri-konstitusiyondur. Ona görə bu məsələni bilir. İndi Zelenskinin və Ukrayna, Avropanın əsas məsələsində mən gəlmək istəyirəm bugünkü hazırki duruma. Bugün görsənən budur ki, Ukrayna prezidenti və Ukrayna tərəfi dediyim kimi ABŞ-ın təkliflərinə çox belə deyək də, etiraz etməmək şərti ilə, onun yumşaldılması istiqamətində müxtəlif manevrlər etməklə və ən vacib isə Avropa liderlərini bu prosesə cəlb etməklə bu məsələdə müəyyən mənada vaxt qazanmaq istəyir və o ağır təklifləri müəyyən mənada zərərsizləşdirmək, yumşatmağa çalışır. Və dünən, bugün Berlində keçirilən o görüşün nəticələrinə biz baxsaq nə görürük? Ondan çox Avropa lideri bir araya gəldi. Eyni zamanda Trumpın xüsusi nümayəndəsi Vutkovla və deməli kürəkəni Kuşnerin iştirakı ilə çox ətraflı müzakirələr oldu. Düz detallar mətbuata verilmədi, amma bugün deməli bir çox Avropa nəşrlərinin yazdığından bəlli olur ki, artıq ərazi məsələsinin tam olaraq şərt kimi irəli sürülməsi masada deməli müəyyən mənada problem yaratdığına görə o artıq ictimailəşdirilmir. Bir də bilirsiniz ki, artıq Amerika indi administrasiyası bu məsələnin çox ciddi şəkildə ictimailəşməsindən maraqlı deyil. Çünki onun daxilində olan proseslər buna qarşı çıxır. Bilirsiniz ki, son günlər nə qədər orada mitinglər oldu, Ukrayna ərazi bütövlüyünün dəstək və s. Bu məsələlər də müəyyən çəkinici amil rolunu oynadı. Digər bir tərəfdən biz unutmamalıyıq ki, gələn ilin noyabr ayında konqresi seçkidə keçiriləcək. Bugün Trump üçün Ukrayna məsələsinin əhəmiyyəti ilə yanaşı daxili siyasəti çox önəmlidir. Ona görə burada məsələlər bir-birindən toqquşur. Və nəhayət ki, Berlin danışıqlarında. Berlin danışıqlarında mənə belə gəlir ki, artıq Avropanın strategiyasında müəyyən dəyişiklik oldu. Bu nə dəyişikliklərdir? Əgər əvvəl Avropa deyirdi ki, biz nəyin bahasına olursa Ukraynanın qalibiyyətini təmin etməli, Ukrayna qalib gəlməlidir. İndi bu ritorikadan biraz geri çəkilmiş kimi görsənir. İndi ritorika nədir? Necə edək ki, Ukraynanın təhlükəsizliyini təmin edək? Necə edək ki, Ukrayna təhlükəsiz bir ölkə kimi qalsın? Ona görə siz fikir versəniz, bugün Avropanın irəli sürdüyü əsas təkliflərdən biri budur ki, Ukraynanın NATO-vari bir təhlükəsizlik zəmanəti verilsin. O 5-ci maddənin bilirsiniz, hamı bu məsələni yəqin tamaşasını. Nizamnamənin 5-ci maddəsi. Nizamnamənin 5-ci maddəsi budur ki, hər hansı bir NATO üzvünə edilmiş hücum, təcavüz bütün NATO-ya, NATO üzvünə edilmiş təcavüz kimi qiymətləndirilsin. Bu məsələni indi hansı bir formada gündəmə gətiriblər. İkinci məsələ ondan ibarətdir ki, Ukraynanın ordusunun həcmi nə qədər olacaq? Yəni sayı nə qədər olacaq? Bu 800 min civarında artıq ümumi göstərən budur ki, verilən bəyanatda da, bugün yayılmış bəyanatda da var ki, bu artıq özəlliyini tapır. Üçüncü məsələ budur ki, o siz fikir verdinizsə, bugün yayılan bəyanatda eyni zamanda Avropa Komissiyasının prezidentinin verdiyi açıqlamada da Ukrayna suverenliyindən bəhs olunur. Ərazi bütövlüyü məsələsi orada toxunulmur. Suverenliyin və təhlükəsizliyin təminatı. Burada nə məsələ gəlir? Bu suverenlik, bu həmin o İndi söhbət təbii sülhdən getmir. Söhbət ən yaxşı halda müəyyən atəşkəs rejimindən gedir. Hansı bu da Rusiya tam qəbul etdi. Rusiyadakı paket əlində məsələ həll olunsun. Amma bugün Avropanın Ukraynanın yaydığı birgə bəyanatda belə bəlli olur ki, bunlar mərhələli həllə üstünlük verirlər. Sonda ərazi məsələsinə gələcəklər. Və burada nə yaranır? Bu zəmanəti kim verəcək? Və orada bugünkü bəyanatda qeyd olunur ki, Avropa sülh məramında, deməli, hərbi kontingentinin həmin o təmas nöqtəsində yerləşdirməsi məsələsi müzakirə olunur. Buna Rusiyanın mövqeyi necə olacaq? Əlbəttə, birisi Rusiya bundan bağlı çox sərt bəyanatlar verib. Ona görə də ümumiləşdirərək, yəni sizin sualınızın birinci hissəsini ümumiləşdirərək, belə nəticəyə gəlmək olar ki, hal-hazırda məsələnin həlli görsənmir. Hal-hazırda Rusiya-Ukrayna müharibəsinin konkret həlli ilə bağlı mövqe kifayət qədər fərqlidir və bunun da yaxın zamanlarda hər hansı bir nöqtəyə, hər hansı bir nəticəyə gələcəyinə ümid yoxdur. İndiki taktika buna ibarət ki, mümkün qədər bu prosesi uzatmaq, mümkün qədər danışıqları uzatmaq və mümkün qədər deməli, prosesdə ərazi məsələsini sonuna saxlamaqdır. Ona görə də biz təbii ki, təəssüflə qeyd etməliyik ki, hələ ki, yaxşı işlə görsənmə, əlbəttə, bugün bu prosesdə birbaşa bizim regionun da təsiri var, yəqin bu barədə imkanca danışarıq. Avrasiya məkanıdır. Amma bütövlükdə Berlin danışıqlarının nəticəsi hesab edirəm ki, belə oldu ki, qeyd etdiyim kimi, artıq Ukraynanın qələbəsindən yox, Ukraynanı necə biz qoruyub saxlayacaq, necə biz onun təhlükəsizliyini təmin edəcək, artıq o əsas strateji ritorikaya çevrilibdir. Azay müəllim, bu nə deməkdir? Yəni, bax, Trumpın deməli, faktiki olaraq məramı ondan ibarətdir ki, mən dahi bundan sonra NATOya heç bir ümid bəsləmirəm
Mənim alternativam var. Əgər bu alternativa reallaşacaqsa, bu kimə qarşıdır bu alternativa? Hamı deyir ki, Vaşinqtonla Moskva sövdələşiblər. Bunların arasında bir xət var, bunlar razılaşdırırlar məsələləri və s. və ilə axır. Baxın, Yaponiya hara, Amerika, Kanada hara? Bilirsiniz, Toğrul müəllim, bəyanatlar verilən zaman biz bəyanatların hərfi mənada başa düşməməliyik. Bəyanatların arxasında çoxlu laylar var, qatlar var və onu bəzən biz görə bilmirik və onun üçün çox ciddi təhlillər lazımdır. Birinci, biz deyirik, Trump müharibənin tezliklə bitməsinin tərəfdarıdır. Amma digər tərəfdən biz görürük ki, Trump çox gözəl silah satır və kifayət qədər varlanır. Və hətta həm də Rusiya ilə bağlı da gələcək üçün bir zəmin yaradır ki, lazım gəldi mən Rusiya ilə qarşı durmada geriləməyim. Ukrayna mineral ehtiyatları ilə bağlı 100 illiyə hesablanmış bir müqavilə imzaladı. Avropanın bugün iqtisadi resurslarını istifadə edir. Üçüncü bir tərəfdən, biz burada indi deyirik, Avropada hərbi və bütövlükdə müdafiə sistemi zəifdir, bəli, bu doğrudur. Amma unutmamalıyıq ki, artıq Almaniya bugün Avropanın hərbi maşınını yenidən canlandırır. Siz əgər Almaniyanın bu il hərbi sənəyə ayırdığı vəsaiti siz baxsanız, 6 dəfə çoxaldıqdır. 100 milyarddan, bəli, nə milyardır? 1 trilyona, 100 milyarddan 100 milyarda yaxındır vəsait ayrıdır. Bu nə deməkdir? Siz bilirsiniz də, indi bu 1-ci, 2-ci Dünya müharibəsinin nəticələri var. Biz həm də tarixə baxıb ondan nəticə çıxarıb onun təhlilini aparmalıyıq. Əgər bugün Almaniya öz hərbi maşını işə salsa, mən şəxsən düşünürəm ki, yaxın 5-10 ildə artıq çox böyük bir yeni bir fenomen ortaya çıxacaqdır. Digər bir tərəfdə, bugün biz bilirik ki, əsas hədəf nədir? 2030-cu ilə qədər Avropa artıq Rusiyaya müqavimət göstərə biləcək hərbi qüdrətə sahib olsun. NATO-nun verdiyi bəyanatda bu var. Digər, demək, Avropa ölkələrinin verdiyi bəyanatda bu var. Niyə bugün Avropa, baxın, Berlin görüşünü təşkil etdi? Niyə danışıqları iki tərəfli formatın çox tərəfli formata salır? Niyə ABŞ prezidenti ilə Ukrayna prezidentinin görüşünün dərhal sonra Ukrayna prezidenti Avropaya məruzə edir? Bu oyunun bir tərkib hissəsidir. Yəni, məsələ mümkün qədər çoxalsın, uzadılsın və Avropa burada bu formada oyuncu olaraq qalsın. Buna görə də bu məsələdə o qədər çox tərəfli gedişatlar var ki, bunu tam şəkildə təhlil etmək çox asan deyil. İndi qaraq sizin sualınıza. Üzrəm, Azam, qısa zəhmət olsun, çünki bizim 4 dəqiqə Bəli, vaxtımız var. sualınıza niyə bu Yaponiya, ABŞ, Kanada, birinci ABŞ da Kanadada NATO-nun üzvüdür, bunda təbii müttəfiqlərdir, o cümlədən Avropa İttifaqının üzvləri. Yaponiya və digər ölkə, Cənubi Koreya burada ola bilər. Söhbət bugün nədən gedir? Söhbət bugün Qərb dünyası ilə həmrəy olan, həmfikir olan, yaxud da ABŞ-ın potensial müttəfiq olan ölkələrin bu prosesdə yer almasından gedir. Söhbət təkcə hərbi yardımdan getmir, söhbət ən çox iqtisadi yardımdan, maliyyə yardımdan gedir. Ona görə də bu məsələlər çox normal. Amma bir həqiqət var ki, ya çoxlu bir toplum müharibəsi, ya ayrı-ayrılıqda bugün bir həqiqət ondan ibarətdir ki, Qərb və Avro-Atlantik məkan hal-hazırda bu prosesi idarə etməkdə acizdir. Ən azı proses istədiyi səmtə yönəldə bilmir və proseslərin sonraki gedişatında da məsələlərin hansı istiqamət gedəcəyi çox qəlizdir. Düzdür, burada indi çox ekspertlər deyir ki, resursların tükənməsi taktikası həyata keçirilir. Resursların tükənməsi taktikası əlbəttə Ukrayna üçün də faciədir, Rusiya üçün də faciədir. Ona görə də məsələlər çox sadə deyil. Mən düşünürəm ki, bayaq fikrə qayıdıram. Nə qədər o məsələlər çətin olsa da, hazırki zamanda bu məsələlərin həlli istiqamətində bu yaxın həftələrdə hər hansı bir şey gözlənilmir və Azərbaycan-Ermənistan analogiyası da fərqlidir. Çünki Azərbaycan azadlıq müharibəsi apardı, öz torpaqlarını işğaldan azad etdi, mütləq qalib gəldi, ona görə sülhü təmin edə bildi. Amma bugün Ukrayna işğala məruz qalan ölkədir. Ona görə də orada bu ziddiyyət çox qabarıq şəkildə hiss olunur. Ona görə də biz əlbəttə ki, həmişə fəxr etmişik ki, Azərbaycan belə bir çətin geosiyasi tribulansdan çıxa bildi və öz torpaqlarını azad etdi, qalib gəldi və sülhü də bərqərar etdi.